işçilərin diqqətinə, məzuniyyət müddətində əmək haqqı azaldıla bilməyəcək. Report xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə olunub. Layihə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və bu məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır, habelə işə götürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yol verilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda Qurban və Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf elədikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.